Yaxşı. Deməli uşaqlar, gedirəm başlayıram səhifəmi yazmağa. Mənim üçün 2 dənə qutu lazımdır. Birinci ümumi qutum. Digər isə basketin olacağı qutu. Birinci qutuda fetch atacağım Fake Store API-yə və datalarımı gətirəcəm. Bunlar burada. Gəlirəm function yazıram. Sağ olsa deyin, daha buraları çox görmüsünüz deyə səssiz gedirəm, amma Niyə qutularda yazmırsınız ki, sectionlarda yazmırsınız? yəni istəyən divi section eləyim. Yəni, hər indiki vəziyyətdə çox da fərqi yoxdur. Zaten bunu sonra başqa səhifəyə atacağam. Yox, böyük səhifələrdə yəni section içində yazılır, yoxsa Böyük səhifədə zaten ya modal kimi olur, pop-up kimi çıxıb bağlanır, ya da başqa səhifədə olur. Yəni bu formada sadəcə məntiqini başa düşəsiniz deyə göstərirəm. Yəni belə basket olmur da, yəni. Belə dizaynda basket olmur. Yəni məntiqi eynidir, amma dizaynı başqa olur. Ay, onu da eləyəcəm. Həm eyni səhifədə yazacağam, həm başqa səhifədə. Fetch, bəs. Əksəriyyətinizdə uşaqlar, görürəm ki, get production içində yazırdınız. İşləyir, əla, okey, razıyam, yeni funksiya yaratmağa ehtiyac yoxdur. Amma nəyi pozuram? Asi ol. Yəni, hər bu funksiyanın tək məqsədi fetch atmaqdır. Yəni, sabah bir gün başqa bir hissədə lazım olsa bu, adam ürəklə gəlib bunu işlədə bilsin. Amma sən ki, bunu create kartla birləşdirirsən, bu artıq 2 dənə işi görür. Mənim asinxronun da fetchdən başqa istifadə edə bilərik. Asinxron aidiyyatı yoxdur. Yəni asinxron funksiyonunda. Yox, harda istəyirsən istifadə edə bilərsən. Sadəcə göstərəcəm. Ki, create cards eləyəcəm ha. Ki, for each bunun içində yazmayın. Ki, yəni bunun məqsədi sadə olsun. Sabah bir gün başqa bir yerdə get al eləmək lazım olsa, orada eləmək olsun. Okey. Gedirəm. Functionu götürürəm. Görüm həqiqətən işləyirmi? Bax, uşaqlar, löküt yazmıram heç vaxt. Dənə-dənə log elə data deyək. Görək həqiqətən gəlirmi? Görürəm ki, aha, həqiqətən mənim ərliyim gəlir. Vəsə, bu funksiyamla işim qutardı. Başım rahatdır, vəsə, bura işləyir. Functional yazdığım üçün də React-da da bunu çox görəcəksiniz. Yəni, parça-parça düşünürəm, şəkilə böyük baxmıram, xırda-xırda baxıram. Vəsə, bundan işim bitdi. Nəyə ehtiyacım var? Elementləri seçməyə, hansı ki iş görəcəm. Document, query, selector, bas, container. Və eynisini basket container. Dəncəldərim. Hə, hər ikisini seçdim. Hər ikisini seçəndən sonra gedirəm artıq bunları əlavə eləməyə başlayıram. Konteynerə hələ ki dəymirəm. Bir dənə sadə, yenə neynirəm? UI-mı bir dənə yazım, ondan sonra bunu funksiyaya çıxardacağım. Bəs olsun div, hansı ki class olsun card. Image. Name və price. Anladım. Uşaqlar. Yazarsan sonra. Zaten min basketin yazılış forması var. Yəni hələ hibridi göstərərəm. Hibrid vapşovkadır ki, həm local storage, həm API ilə qarşı olmalıdır. Bizi bit eləyəməyək. Yox la. Okey. Uşaqlar, məsələ bizə proyekt böyüdükcə başa düşmür sadəcə. Nə istədiyimi başa düşmür. Rüfət kimi düşün.
Belə deyək, kodu yazacaq amma baş salmaq 1 saatdır ki, tapşırıq nədir? Baş sal bilmirəm mən. Mən də Nəsə gördüyünüz kimi. Okey. Deməli, gedirəm bunların UI-ni yazandan sonra hələ ki bura statik bir dənə şəkil qoyuram ki, işim bitsin. Gedirəm image-imin stylını düzəldirəm ki, bəs image sən gitsin 50. Bəli? Hə. Height-ı da 50 piksel olsun bəsidir. Çirkin oldu. Öyrədəcəm. Aspect ratio şəkil nisbətidir ki, yəni eyni və ya uzunluq sadəcə biri varsa, ona nəzərən özünü hizalasın. Tək bir dənə sensorda işləyəcək, indi ona görə. Hə, şablonu yaradıram, necə görünsün. Misal üçün, köynək qiymətdə 2.99. Yəni burada belə bir şey yoxdur, sadəcə. Misal üçün, sizin kimi durub style yazmıram. Style dərs olaraq keçdim, amma daha yazmağa ehtiyac yoxdur. Yəni, klasa əlavə edeyim, bitdi. Həm kod az olsun, həm də başqa bir şeyə ehtiyac olmasın. Konteynerin özünə də gəlib deyərəm ki, bəs display flex. Bu formada 100% deyək. Belə bir şey. Okey. İndi bundan bir neçədən daha yazıram, görək necə görünər. Okey. Bu görüntü bizə okeydir. Bir dənə bunun nəyi olacaq uşaqlar? Button-ı, hansı ki, add basket. Hə. Getdi indi bunu yaradırıq. Function yazıram. Create card. Nəyə ehtiyacım var? ID, bunlar hələ ki elə statik formada göndərim. İnner HTML-lə eləmək istəmirəm, amma heç nə olmadı. Bir dənəsini eləyəcəm sadəcə uşaqlar. İlki create ilə olsun ki, hər birinin içində query selektoru istifadə edə bilim. Ardından kartın class listinə eləyəcəm. Sadəcə ilkini eləmirəm ki, bunun içindəkiləri seçə bilim hər birinə özəl. Query selektor işlədəndə bunun içindəkiləri seçə bilim rahat. Hər birinə özəl. Belə birbaşa mənim seçsəm bu konteynerdən, mən bunun buttonunu falan seçə bilməyəcəm. Seçərəm, amma gedib hər əddə artacaq deyə array qaytaracaq mənə və ya sadəcə tapdığı birincini qaytaracaq query selektor olunanda. Ona görə mənim işimə yaramayacaq. Klassda kart əlavə elədim, mən indi bunu kartın içinə inner HTML-i işləyə bilərəm. İndi daha vaxt çox getməsin deyə belə yazıram, amma məsləhətdir ki, create-lə edəsiz. Köynəyin yerinə də, rəqəmin yerinə də bunları yazıram. Tamam. İndi buradan mənim ehtiyacım var ID-yə. Buradan obyekti götürəcəm birbaşa. Qoy elə elementi götürüm, ondan birbaşa götürüm. Create karta obyekt gəlsin. Elə bu.
Sonra bir dənə də function hansı ki UI yazacaq. Hə, bax, sizlə mənim yazdığım kodun fərqi bu. Create kartı gəlib burada yazırsınız siz. Ki datanın for içində yazın. İşləyir. Amma artıq bu funksiyanın single responsibility'si pozulur. Bu funksiya artıq iki ayrı məsuliyyət daşıyır. Həm fetch atır yazıq, həm də şey eləyir. UI generasiya eləyir, başqa funksiyanı çağırır. Sabah bir gün kiməsə lazım olsa bu get UI product, get all product işlədə bilməyəcək bu funksiyanı. Gərək məcburdur təzədən bir dənə fetch yazsın özünə. Buna görə bunu təmiz saxlayırıq, buna əl dəymirik. Bəli. Burada bir dənə kart tipi var. Sonra ikinci kart tipini yaratırsınız. Niyə? Bunu nəzərdə tutursan? Hə. Ki bu şablondur sadəcə. Görüm görünüşü nətər olacaq. Bir burada işləyim dənə-dənə baxmadan. Mən bəlkə vids verirəm, bəlkə işləməyəcək. Bəli. Generate UI. Generate UI özündə async funksiya işlədəcək deyə, bu da asinkron olmalıdır. Burada gəlib deyirəm ki, bəs const data ancaq bu skopkaya aiddir deyə problemsiz istifadə edə bilirəm. Await eləyirəm, gözləyirəm, bu gəlir mənə və ardından create kartımı bunun for içinə görə çağırır. Hə. Burada gəlib deyirəm ki, bəs hər bir elementi elə bura ötürürəm. Bu element də bu obyektə qarşılıq gəlir. Hər bir element də bunun bir belə deyə propertisinə sahibdir deyə obyektin bəs image-i yəni nə göndərir mənə onu yazıram. Title'ı seçə bilmirik. Və price-ı. Bu formada. Hə, mənim kodum indi işləməyəcək. Kim deyər niyə? Düzdür, ondan başqa. Ay sağ, yəni bunu yazmısan da, sonra yəni bunu bir append elə də, eynən. Gedirəm container'a. Append child eləyirəm. Niyə append yox, append child? Performans da yüksək olsun deyə. Okey, hamısı gəldi. Biraz çirkin gəldi. Can belə eləyək. Heç nə yox dostum. Sənin get alda elədiyi mən prosta bura çıxmışam ki, o funksiya təmiz qalsın. Hə, bunun belə deyək, yazılış, məntiq cəhətdən heç bir fərqi yoxdur. Sadəcə bu artıq kod stili məsələsidir. Kodun təmiz qalır. Yəni sabah bir gün sən istədiyin qədər get ball product çağırarsan. Təzədən onu yazmağa ehtiyac yoxdur. Yenidən istifadəyə açıq olur. Gəlin bir dənə. Aha, bir dənə basket. Burada adi bir dənə getal elədim uşaqlar. Daha hamımız bilirik, işte fetch'e atdım, datanı çəkdim, qutardı getdi. Heç nə. Burada da create eləmişəm. Element yaradır da, element yaradır. İstəyirsiniz create elementlə eləyərsiniz, istəyirsiniz HTML-lə. Create daha məsləhətdir, amma bu da sürət cəhətdən gedər. Amma yadda saxlayın, ataklar falan var, bununla eləyirlər, yəni HTML-də mümkün qədər qaçın. Bəli. Async generate UI-da niyə yazdım? Bunun içində də yaza bilərdim. Eynən götürərdim bunu, da bir də bunu await eləməzdim. Elə datamız da buradadır. Gələrdim, buraya yazardım, işləyirdi. Hə. Amma bu funksiya artıq kirli olurdu. Yəni niyə? Bunu başqa yerdə istifadə edə bilmirdi. Yəni deyək ki, mənə bu basket üçün lazımdır və ya kartları göstərmək üçün lazımdır. Hə, detail page-də
həm də bu əsədə lazımdır. Yuxarıda həm elementi göstərir, həm də aşağıda məhsulların hamısını təzədən çıxardır. Əsas gərək təzədən funksiya yazsın. Çünki bunu işlətsə nə edəcək? Error qaytaracaq. Çünki bu gedir create card axtarır, həm də element yaradır. Yəni belə deyək, bu adamın məsuliyyəti budur. Bir dənə məsuliyyəti olsun. 10 dənə məsuliyyəti olmaz. Həm də yenidən istifadə oluna bilsin rahat. Ona görə bir dənə generate UI-da bunu yaratdım. Bura qədər sual yoxdur ki? Hə, basket məntiqi. Basket məntiqi, basket getdi şimdi dalınca nə verəcək? Fikirləşirəm, parçalara bölürəm. Basket haqqında bildiyim bir dənə şey var. Bu adam basketə klik eləyəndə sağlam ol, baş verir. Yəni ağlıma nə gəlir, nədən əminəm onu yazıram ancaq. Buna klik olunanda basketdə işləməlidir, deməli bunun klikini hələ bir yazım. Bunu yazım, qalanını fikirləşərəm. Hə, create elementlə eləyəndə bunu seçmək asan idi. Burada necə seçərəm? Uşaqlar, bizim document query selektor kimi kartlara da query selektor tətbiq edə bilirik. Basket button. Sağ. Ancaq bu elementin içində axtar. Yaratdığım. Sırf ona görə kartı ayrıca yaradıb append elədim ki, hər bir kartın yalnız bir dənə butonu olar da, düzdür? Ona görə burada rahatam. Amma plus bərabər deyindən hamısını birdən eləməyə çalışsaydım, çox olacaqdı deyə. Eynən, ümumidə axtaracaq. Yəni konteynerdə axtarmaq mənim işimə yaramır. Düzgün çox qaytarır. Amma burada bir dənədir. Yox, konteynerdə axtaracaq. Yəni konteynerdə də yazardım, amma hər basketə əlavə olduqca konteynerdə çox olacaq deyə elə fetchin özündədir. Gedib konteynerin query selektorunda yazsam, bu mənə 10 dənə button qaytarar. Bu da mənə lazım deyil. Mənə lazımdır hansını seçilib o. Okey, gedirəm buradan butonu seçirəm. Bu mənə artıq bu butonu qaytarır. Həmin olmaq üçün həqiqətən də düzmü seçmişəm, gedib baxıram. Görürəm ki, mənə qəşəng qaytarır. Hə, gedirəm indi bu butonun 10 klikində. Yəni, basketlə bağlı bildiyim bir dənə şey var. Bu klik olunmalıdır nəticə. Gedirəm. Necə? Heç nə güya qısa olsun. O daha yaxşıdır əslində. Təmbəllik eləmiş. O əslində daha yaxşı üsuldur. Gəlirəm burada basket button'ın. Buna baxın. Həmin basketin obyektini ekrana çıxardıram. Bu obyekt nəyə qarşılıq gəlir? Datalarına da elə, düzdür? Gəlirəm. Add basket. Visual-la, nə bilim nə. Konsolu təmizləyim. Qırağa da açım. Ata bilmədim. Nə bilim, burada var main suite, casual fit falan. Main suite, casual fit. Ana bundan çıxmadı. Okey. Sonra burada white gold plated princess. White gold plated princess. Hər birini götürürəm. Nə bacardım eləmişəm. Bilirəm ki, klik olunmalı idi. Klik olundu da bu məhsulu götürüb nəsə eləmək lazım idi. Nə bacardım eləmişəm, qalanı ağlıma gəlir. Oturam, fikirləşirəm. Bu gəlib bura düşməlidir. Deməli, bu nə vaxt bura düşməlidir? Hər klikdə. Onda bir dənə funksiyamı yazım. Basketə düşməlidir. Basketə düşməli funksiyasını nə yazarım? Add basket biraz şey olur da. Bir dənə şey deyək. Generate basket deyək buna. Çünki normalda düz deyirdiniz, add basket gedərdi, amma mən ki bunu local storage-da falan istifadə edəcəm. İlk başlayanda da işləməlidir. Mənalı olsun deyə generate daha uyğun adı olar. Generate basket. Deməli, generate basketin içini necə dolduracam? Yenə heç bir fikrim yoxdur. Amma bilirəm ki, bu butona basanda bu generate basket işləyəcək və oranı dolduracaq. Parça-parçada nə ağlıma gəlir, nə eləyə bilirəm? Ən xırda parçaya bölürəm, elə də işləyirəm. Okey. Generate basketə düşməlidir. Bu datalar necəsə yadda saxlanılmalıdır. Yadda saxlanılmalıdır, local storage məsələm də var hələ. Onda bir dənə çöldə yaddaş saxlayaram. Basket array'imi yaratdım. Hər dəfə basket array'inə
push eləyərəm bu obyektimi. Data desəm daha doğru olardı əslində, indi fikir verirəm. Amma okey. Yəni bura data. Data eləyim. Hə, data gəlir, data push olunur. Push olunandan sonra da gəlsin loqa versin. Görək həqiqətində düşübmü? Klik eləyirəm. Klik eləyirəm. Klik eləyirəm. Basket array'im gəlir, düşür. Sual var mı? Okey, basket array'ini attım. Gözüm aydın. Sonra. Basket array'inə sahibəm. Hansı ki, dataları saxlayır. İçində gəlsin kredi. Ay, sağ ol. İndi fikirləşirəm ki, dataları deməli hər klikdə yadda saxlayıram. Bundan yanaşı mənə lazımdır ki, hər klik olunanda buradakı push elədiyimə əsasən bir dənə getsin, basketin içində də nəsə yaransın. Всё, gedirəm. Oxşarını burada da yazıram. Şablonu hazırdır, amma burada add basket olmayacaq, nə olacaq? Burada biraz daha başqa cür yazacağam. Burada cəm belə eləyək. Fikirləş. Plus minus olsun, rəqəm olsun deyə. Increase. Bu da olsun count. Həlləkçilik bir qoyun. Hələ ki bundan işim olmayacaq. Bir dənə də qırağına şey əlavə edirəm, silmək. Delete. Məntiqi necə olacaq? Adam 1-dən yuxarı qədər artıra bilir, amma 1-dən aşağı düşə bilmir. Yəni 5-dən aşağı düşər, 1-dən aşağı düşməz. Silmək istəyirsə X-ə basıb silməlidir. Basketimin elementinin UI hazır. Всё. Gedirəm onu create edirəm. Onun üçün bir dənə də funksiya yazıram. Diqqət edirsinizsə, bax bu funksiyaları elə yazın ki, bir-birindən sərbəst və belə səliqəli hamısını bağlayanda başa düşülsün. Proqram bundan ibarətdir. Get all var, create card var, generate basket var, generate UI var. Ki, hər yeri blok, parçalara ayırın. Okey, ardınca gedirəm indi. Mən basket kartımı yaradıram. Create kartla oxşar olduğu üçün bundan kömək alıram. Buna data gələcək, bəs bu dataya əsasən bunlar yazılacaq. Bunun ondan fərqi nə idi? Belə şeyləri var idi. Qalan bir fərqi yoxdur. Okey. Və hər halda ki, bunun basket batını adlı bir şey yoxdur deyə bunlar olmayacaq. Bu sadəcə append olunur. Hara? Basket konteyneri. Yazacam hələ. Yavaş-yavaş. Hələ əlavə eləyim. O qədər fikirləşə bilmirəm. Ancaq nə bacarıram onu eləməyə çalışıram. Create basket card. Data gəlir, məlumat əlavə oluna bilir. Okey, deməli mən create basket karta data göndərəndə artıq bu əlavə edir. Yaxşı. İndi generate basket eləməliyəm. Generate basketə array gəlməlidir, hansı ki hər dəfə push eləyirəm. Və bu array-yə əsasən create basket card çağırılmalıdır. Bunları gizlədirəm qəşəng. Çünki mənə artıq lazım deyil. Bunlarla işim yoxdur. Mənim mənasız yeri gözümü yormasın. Bu nə zaman baş verməlidir uşaqlar? Ekrandakı kartıma klik eləyəndə, düzdür? Deməli bu create kartda bunun klikində baş verməlidir. Burada deyirəm ki, hər klikdə get generate basketə ver.
Gedək görək. Nə göstərir? Buna artıq ehtiyacım yoxdur. Buna da ehtiyacım yoxdur. Onsa işləmir, deyəm. Ki, yadda qalsın deyə. Hər birini götürə bilsin deyə. Əgər başqa edirəm uşaqlar, undefined falan filan deyir. Gedək görək dərdi nədir. Ola bilər. Append kart deyirik, amma işləmir. Gedək görək, başlayırıq debaqa. Görəm mənim nəyim işləyir, nəyim işləmir. Basket ərliyim. Çiçək. Deməli, işləməyən nədir? ISO. Keçirəm onun içinə. Mənim ərliyim düz gəlirmi buna? Artıq köhnə şeyi silirəm ki, buradan əminəm ki, bura işləyir. Bunun içinə də gəlir. Okey. Bəlkə bu... Burada dəxlisiz şey yazmışam. Ona görə də bu yetim işləm kopyalayanda qalır. Hər bir element. İndi gəlib baxıram. Baqa baxın. 2 də baxın, 3 dəfə. İndi 3 Ay sağ. Çünki siz spor içərisində o yazırsınız, ona görə problem. Deməli, hər əlavə eləyəndə İndi 3 dəfə baxın. gəlir bu formada ardıcıl gətirir. Gedirəm indi, baxıram ki, buna səbəb nədir? Hər dəfə eyni elementi create eləyir, əlavə eləyir deyə bunu yaşayıram. Çünki bu for each-də array-dən gəlir. Elə isə nə edərəm? Necə? Kartın inner HTML dəfə boşaldıb sonra doldurmaq lazımdır. O da bir hər yoldur. Eynən qəşəng. Eləyə bilərəm ki, basket konteyneri inner HTML-ni boşaldım. O zaman bu problemi yaşamaram. Okey. İndi gəlirəm ki, bəs başqa nə edə bilərəm və bug'ım varmı? Diqqət eləmişsə eyni məhsulu əlavə edə bilərəm. Oysa bunu yoxlamalıyam ki, bu məndə varmı, yoxmu və buna əsasən işimi görməliyəm. Yumiko da mənim eynisini eləyir. Biz necə eynisini eləyir. Məsələn, bir element seçdik. Emikan başım bıraq da sən qəşəng işləsin. O boyda sual vermədim. Olsun. Yəni işə girəndə kimi deyir çətinə. Yəni orada işə sən kimi adam girir. Məsələn, sən getmə oraya işə gir. Xarab eləyirsən. Okey. İndi gəlirəm. Bunun olmaması üçün yoxlamalıyam. Necə yoxlaya bilərəm? Yox, mən əd eləyəndə necə yoxlaya bilərəm ki? Yox, sadəcə söz lazımdır. Əgər yoxlayırsınız, əgər bu ID-də həmən element varsa, eləsin. Əd eləməsin. Yoxdursa, Əla. Tamamilə məntiq doğrudur. İndi gedirik bunu koda çevirməyə. Ki əsas zaten məntiqin şeyləmək. İndi hər əddə bunu yoxlamalıyam. Düzdür? Ki həqiqətən də varsa pushda. Onda nə edirəm? Const check is basket array. Necə? Hash-lə? Windows location hash? Windows location hash-in nə adiyyatı var? o ECM-dən götürür. Find və ya find index-lə eləyərik. Tapırsansa elementi qaytar, tapmırsansa undefined, o da zaten mənə false dəyər qaytaracaq. Basket array-nə gedib deyirəm find və ya find index. Find index-lə eləsəm -1 və ya 1 qaytaracaq, indeksini qaytaracaq. Find-lə eləsəm mənə ya undefined qaytaracaq, ya da elementi. Deyirəm ki, x-in id-si əgər bərabərdirsə datanın id-sinə onu bir dənə loqa versin hələ ki.
Özümü çətinə salmıram. Burada da əslində bir dənə if olacaq uşaqlar ki, sadə məntiqlə dənəni dolduracaq. Ki, yoxdursa problem yoxdur. Yəni ərəyində yoxdur, undefineddir, işdə. Yox varsa, yaşa. Gəlirəm, baxıram, undefined çıxdı, yoxdur. Bir də əlavə eləmək istəyirəm, var. Bu bir obyektdir deyə, bu obyekt burada nə olur? True bir dəyər. Çünki undefineddir, nulldır, sıfırdır, false'dur. Bunlar false dəyərlərdir. Amma qalan obyektin özüdür, ərəyin özüdür, 1-dir, 2-dir, salamdır. Bunlar hamısı, yəni bir dəyərlərin hamısı true dəyər olduğu üçün bunlar işləyir. Gəlirəm, bunu buradan götürmüş oldum. Bura əlavə eləmiş oldum. Yaxşı. İndi birinci sayı əlavə eləyək, yoxsa local storage? Yox. Okey. Fərqi yoxdur, yəni ürəyimiz necə istəyir, hansına istəyir, başlayaq. Bunun sayını necə eləyə bilərik? Kimin fikri var? Yəni, bulan klikində olmalı da, düzdür? Say nə vaxt artmalıdır? Prosto, bura qədər gəlib çatmışam, hələ də heç fikrim yoxdur. Məntiq, mənə kod lazım deyil, sadəcə. Mən GBT-yəm, nə dedin yazıram. Amma başım işləmir. Bir dənə məntiqi hissəndirən ki, bura basanda bu olur. Müəllim, həm o aşağıda elementdən varsa... Sağ ol. Yəni, həm buna basanda rəqəm artmalıdır, həm plusa basanda. Buna basanda da azalmalıdır, buna basanda da silinməlidir. Məntiqim hazır, heç bir fikrim yoxdur, bildiyim tək şey odur ki, buna klik olunacaq hələ. Düzdür? Nə yazıram, buna klik olunmalıdır da, düzdür? Gedim hələ bunları bir dənə klikin yazım. Mən indi hər klikdə bir əməkdir alır, hər klikdə aid bir əməkdir. Yəni, içində də yaza bilərsiniz qısadsa, yəni illa metoda çıxartmaq. Gəlib deyirəm ki, bəs, dənə-dənə bunları seçməyə başlayıram. Ki, const ink button olsun. Nəyin içində axtarıram uşaqlar? Nəyin? Sağ ol. Yəni, bunun içində ancaq. Query selector increase və eynisinin decrease buttonları. Hələ ki ancaq seçirəm də. Yəni, ağlımda bilirəm ki, buna nəsə eləmək lazımdır. Gəl bunları hələ bir seçim. Count'un özünə də ehtiyacım var. Ki, güncəlliyində ki. Bu olacaq. Okey, bir də cancel-a ehtiyacım var idi. Yəni, ümumi silməyə. Əla. Bu error niyə çıxır? Çünki o dili özəl bir şey var. Geçin. Bunu artıq dəyişməliyəm. Dəyişərəm bir baxmayın. Okey. Buraya qədər gəldim. Bundan sonra nə bilirəm? Buna klik olmalıdır. Kliklərimi yazım. Buraya qədər gəldim. Kliklərim yerində. Bunları bir dənə alertdan, logdan falan yazım ki, görək işləyirmi. Gəlirəm, nəsə əlavə edirəm, basıram, artır, basıram, azalır, basıram, silir. Söz gəlirəm, indi fikirləşirəm. Əvvəla mənə bunun countu lazımdır. API-dan mənə count gəlirmi? Gələ də bilməz. Count gəlirmiş, bu şey count. Ambarda qalma countudur. Bizim count deyil. Bizim count yəni userə özəldir deyə, yəni ancaq gərək ya bizdə olsun, ya da userə görə onda da olmayacaq, gərək şeydə saxlayaq. Userin basketi olsun, ora fetch ataq, backenddən yazılırsa.
Heç yerdən count gəlmir. Nə edə bilərəm? Özümüz 60 bölümün. Aysa, özümüz əlavə eləməliyiksə, hardan əlavə edə bilərik? Nə vaxt əlavə eləməliyik? Aysa, butonun klikində, yəni push olunmazdan qabaq. Gedirik onda təzədən create karta. Buradan əlavə olunur. Hətta ben indidən sizə bəzi ipucları deyim. Rahat olsun deyə çatdırmırsa, yəni belə çatdırmırsa, yəni normaldır. Bəzən ehtiyac olur comment yazmaq. Hətta bəzən şərtdir ki, comment yazasın. Zaten bu hissə add basketə baxır. Necə ki, sectionlarda falan ayırırdıq ha. Bu imkan tanıyır ki, daha sürətli. Yəni, biləkdəki də gözümüz yorulmasın kodu başa düşməyə. Add basket həm budur. Okey. Basketdə varsa artıq return'ün yoxdur bizdə. Basketdə varsa count artmalıdır. Yoxdursa data push olunmalıdır. Mən gələrəm bunu destruction eləyərəm belə. Eyni şey verir də mənə, düzdür? Destruction elədi, hər biri səfələndi. Sonra təzədən obyektə yığıldı. Eyni şey olmuş olur. Göstərmək üçün. Eyni şeydir. Yəni, ha belə yazdım, birbaşa data, ha obyektin içinə qoydum, parçaladım yazdım. Amma burada bir dənə şey eləyəcəm. İlk dəfədirsə, yəni bu ifin içinə düşməyibsə ilk dəfədir, düzdür? Gəlib buna count dəyəri göndərəcəm. 1. Count dəyərini göndərdiyim üçün gəlirəm artıq. Burada count dəyərinə sahib oluram. Və bunun countunu gəlib buradan götürürəm. Anı count. Eyni. O hissəni bir izah eləyəcəm, narahat olmayın. Həqiqətən də işlədiyini bilmək üçün bura misal üçün 99 yazaq. Add basket yeri 99 dənə düşür. Buradakı məntiq nədir uşaqlar? Mən bu batına push edən zaman bir dənə prosto, yəni ilk dəfədirsə, deməli bir dənə əlavə olunub, düzdür? Ona bir dənə push eləyəcəyim datanı dəyişdirib push eləyirəm. Parçalayıram obyekti. Obyekti yaradandan da bir dənə də bəs count əlavə edirəm. Okey. Və butona yenidən klik eləyəndə bunun count artmalıdır, düzdür? Deməli, burada mən return'üm yox, nəyim olar? Dənə elsim olar. Əgər basketdə nəsə varsa, deməli, bu zalın birinci dəfə deyil ki, basket əlavə olmaq istəyir. O zaman həmin burada nə işimə yarayar uşaqlar? Basket array həmin elementi gətirir mənə. Bunu birbaşa artıra da bilərəm. Olmasa bunu find index-ə götürüb onun içindən artıraram. Isbasket array-inin nöqtə countunu plus eləyək görək dəyişdirirmi? Dəyişdirməyə bilər. Olmasa find index-ə dəyişdirək. Okey, birbaşa reference type-dır deyə oradan da dəyişdirdi. Count nəinki hansısa bir xarici dəyişən idi. Count sadəcə obyektin bir propertisi idi. O konstant ola bilməz zaten. Bax count burada. Count'u burada tanıtmışam. Bax burada. Buradan başqa heç yerdə yoxdur. Count gəldi. Artdı uşaqlar. Yəni heç yoxdursa 1 olacaq. Əgər varsa əlavə olunacaq. Necə? Hələ ki bura heç nə eləməmişəm. Buralarda prosta salam sağ ol deyir ki, basırsan həqiqətən də. Vəsə, burayla işim qutardı. Gəlirəm, keçirəm indi təzədən basket kartı. Ki, başlayıram bunlarını yazmağa. İndi datadakı mənə count gəlir. Burada, bax, gedib count'umu artırıram. Burada azaldıram. Azaltmağım işləmir, artırmağım işləmir. Əla. Gedirəm ki, bura hər bir data gəlir deyə bunu bu formada edə bilməyəcəm. Bəs necə edə bilərəm? Burada gedib həmin elementi taparam. Hardasan, gəl görək bura. Gəlib tapmaq üçün
bunun ID-sinə sahibəm, düzdür? ID-sinə görə həmin array-dən, hansı array-imdən? Basket array-imdən. Bayaqçı kodu, hanı o? Olub olmamasını yenə yoxlayaram. Deyə bilərsiniz ki, bu bəs kod təkrarıdır falan. Amma yəni burada yenidən ehtiyacım var deyə məcburam yenidən çağırım. Sonra yenə optimallaşdırma üçün baxarıq ki, daha da yaxşı yazmaq olarmı? Basket arrayində baxıram. Is basket arrayində var ki, bu sıxır. Data zaten bura özü gəlirdi. Datanın countunu artıranda. Okey. Find'ına görə tapdım. Is basket array'nin countunu azaldıb artıraq. Hələdir. Gəlmir. Amma burada bu formada işləyir. Okey. Ki bu elementi görün. Yaxşı. Madam ki belə artıra bilmirəm. Is basket array'ni loqa verərəm. İndeksi ilə götürə bilərəm, lensi ilə yox. Amma olmasa o variantla, indeks variantı ilə eləyəcəm. Gəlirəm. Add basketə əlavə edirəm. Getdim şey yazdım ki, ayaq buradadır. Okey. Gəlirəm. Bunlara klik eləyəndə, hər biri düşəndə elementin özünü qaytarır. Countunu da artırır. Amma mən bunu böyük deyəndə gətirmir. Gəlirəm bir dənə buraya yazıram indi. Artırır. Count'u artırır. Amma nəyə güncəllənir uşaqlar? Yox. Məntiqi olaraq artırır. Amma nəyi dəyişmir ki, biz insan olaraq? Ay sağ ol. Yəni kodumuz işləyir sadəcə. Yəni məntiq işləyir də bu. Belə deyək, gülməlidir. Bir üzündə də mimika göstərirlər ki, bilinsin ki, gülməlidir bu. Ona görə getməliyik. Bəs bunun count'un eyni. Text content-inə datanın count'unu. Hətta mən əslində datanın count'unu yuxarıda artırıb, görək, buna ehtiyac olmadan. Çünki zaten özü gəlir də. Birbaşa verə bilərəm. Eynən. 2 dəfə artırıram uşaqlar, ona görədir. Heç bunu seçməyə ehtiyac yoxdur, çünki zaten data gəlir mənə. Sə bayaqki problem UI-də güncəlləmirdik deyəydik. Məsələn, datanın içində bizim count'umuz var idi. O indi necə seçir ki, bu count 1-2-dir, yoxsa onun verdiyi count'dur? 20-30-dur. Biz göndəririk. Hər biri üçün bu funksiya işləyir deyə gəlir, bu data ancaq bu funksiya hər birinə özəl işləyir. Ona görə buradakı data hər birinin özünündür. İçindəki funksiyalar da hər birinin özünündür. Ona görə mən problemsiz artıra bilirəm. Eynisini gəlib burada da eləyəcəm. Azaltmaq. Amma burada. Burada misal üçün ola bilsin bayaqçını çağırmalı olduq. Artırıram, azaldıram. Baqa baxın. Hər halda mənfi olmaz. Burada bir dənə çək eləyirəm ki, if. Necə eləyərəm? If əgər datanı sıfırdan böyük. Count 1-ə bərabərdirsə. Aha. Neyniyim? Neyniyim? 1-ə bərabərsə dayan, yoxsa artır. Necə dayandırım? Break. Ay sağ ol. Return. Sadəcə funksiyanın breaki. Xoşbəxt oldu uşaqlar. Yox, sadəcə API gecikirmiş. Gəlirəm, birdən aşağı düşə bilmirəm. Tamam. İndi bunu eləyirəm, bunu eləyirəm. Gələk, indi bunu silməyə baxaq ki, necə silə bilərik. UI-dan siləcəyik, o asan işdir. Deyəcək ki, heç nə. Bəs nədir onun adı? Bu kartın remove-u.
Bu asandır işte. Amma ərreyimizdən silinməyəcək. Yəni belə silinər, hə. Amma ərreyimizdən silinmir. Müəllim, o X-də bir dənə bir şey var ki, siz onu bizim X-lərdə sayı biraz alıb saxlasın yerində. Elə bir şey o 4 dənə sayı deyil. Siz o bir dənə X vuranda o 3 olsun, 40 yerində qalsın. Elə minusun mənası olmur axı. Bax. Mən deyil olsun. Okey, minusun mənası nədir onda? O şey var ya, matematikdən bu qədər anlayıb da gerisini getirəməyir. Adam kod yazır da elə şeyləri sual verir ki, okey. Deməli, elementi silirəm də sadəcə. Öyle bir şey var. Create element, remove element. Remove element diye bir şey var. Okey, elementini də silirdik. Benimki tezde, hamımızda tezde. Ya, sırayla, hələ şey. Ben yetiştirmemişim. Niye hiç yazıma düşmüyor? Tudu yazanda nətər silirsən? Ben öyle silmiyorum. Remove'la silmiyorum. Yox, nətər silirdin yaxşı? Klassız bir götürüm. Kada class.is nöqtə O da o kimi şey. Bilmiyorum, klassız. Böyle biraz silmiyorum. Okey, yox, belə sil. Qeyd ki, create eləyə bilirsən, belə də silə bilirsən. Elementin yoxdur. Səndən biz davalaşdıq ki, mən sən dedim niyə klassı götürürsən, Sen benimle götürmə bunu. davalaştık şey. Hadi biraz sözləşdik ki, sən mənlə dirəşdin ki, yox, belə düzdür, belə işləyəcəm. Dedim ki, sonra problem yaratdın. Yarattı. Okey, yaxşı, sonra bunu ayrıca bir dənə göstərim, narahat ol. Okey. Deməli, burada sadəcə elementi silirəm. Zaten bu mənim işimə yaramır. Yəni UI cəhətdən yarayır da, array cəhətdən yaramır. Mən bunu arraydən də silməliyəm. Arraydən silmək üçün nə edə bilərəm uşaqlar? Filtr eləyərəm. Filtr eləməsi, bundan varsa siz Ki, bəs mənim basket arrayim basket array nöqtə filter x-in ID-si Nəhayət uşaq, bu havası kimi yazacaqsınız. Nəhayət olmayın, çox asan da olur bir yerdən sonra. Yəni. Ben havası kilit dediğimiz 150 satır diye. Yaxşı olacaq. Bir ay sonra danışarıq. Bir ay sonra. Bir ay sonra kəsilən uşaqlar. bir ay sonra Node.js-ə deyərsiniz ki, əlbəttə. Okey, uşaqlar data ID-sini göndərirəm. Bu mənə nəyi qaytarır? Bu elementdən başqa qalan hamısını. Burada amma bir dənə problem var. Uşaqlar, yəni hələ lokal sözü tapmamışam. En yaxşısı. Sakit. Baxın, bunu mən silmək istəyəndə indi error çıxacaq. Hə, niyədir? Deyir, konstanta sən mənimsətmə eləmək istəyirsən. Ay sağ, buna görə gəlib bunu letə dəyişməli oluram. Gəlirəm, bunu əlavə eləyirəm və artıq rahat silə bilirəm. Hə, okey. Uşaqlar, indi mənim nəyim qaldı? Totalı. Hə, bəli. Biz ərrəydən niyə silirik? Çünki indi eynən heç bir mənası yoxdur. Zaten UI-dan silirik. Amma array-dən silməyəydik. Bir saniyə. Cavab yollaşma sual verir. Hamımız, yəni belə deyək. Siz başqasını bulasınız. Totalın da qiymətini Yox, totaldan da başqa. Gözlə. Uşaqlar, buna baxın. Bir dəqiqə, buna baxın. Mən bunu əlavə edirəm, add basket, düzdür? 5-ə qədər qaldırıram. Tərtəmiz silirəm. Bunu əlavə edildi neçə olmalıdır? 1 olmalıdır, düzdür? Amma ki array-də qalıb, ona görə köhnə datanı gətirir. Ona görə silməliyəm. Hə, indi bunu da sildiyimə görə gəlirəm, bir dənə total əlavə eləyirəm. Okey, uşaqlar, narahat olmayın. Yəni bu deyirəm, yox, bir dəfə yazana kimidir. Ağlamayın, bir dəfə yazana kimidir. Onu da işləyərsin, narahat olmayın. Zaten proyektimizdə basket olmalıdır. Zaten benim İndi əlavə edirəm da. Şeydə basket olacaq. Bəli. Uşaqlar, hə. 8 dənə element əlavə edin. Görək scroll olur ya, hara düşür.
8 dənə. O sıra da Aşağı Hə, şey. Flex break vermişəm səhv eləmirəmsə, yəni aşağı düşməlidir. Okey. O CSS də yəni onunla oynayarsın. Necə? Eynən, çünki lokal storage. Okey. Aşağı bir dənə indi. Mən o edirəm. Total yazıram. Totalı Rüfət. Yaşın kömək elə. H2 deyim bir dəqiqə. 0 Hə, basketi hesablamaq lazımdır indi. Basketin bunun hesablanması nə zaman baş verməlidir? Yenə Belə klik olunanda. hər nəyəsə klik olunanda, düzdür? Həm add basketə, həm plusa. Ay. Hətta minusa belə. Bu count şey deyil, ümumi sayı deyil. Qiymətidir. O total qiyməti. Çünki sayı vurulsun qiyməti. Bərabər tapıb, o sayını vurardın o price-ına. Özünü çətinə salma. Sən sadəcə parçalara böl. Bu funksiya nə vaxt işləməlidir? Yazmasam olur. Məsələ proqramı yazmaqda deyil, yanaşmandadır. Ki parça. Okey. Benim teknoloji başlamış. Narahat olmayın uşaqlar. Böyle başlıyorum ben. Baxın. Yarı. Rüfət, Fidan. Ciddi olun biraz. Okey. Add basketə əlavə edirəm. Hə, indi hər add basketdə bu güncəllənməlidir. Qısası, mənim bir dənə funksiyam olmalıdır. Hansı ki bu funksiya nə etməlidir? Ay yaşa, hesablamalıdır və güncəlləməlidir. Function generate total. Generate total hesablamaq üçün nəyə ehtiyacı var? Bir dənə şey ehtiyacı var. Generate total nəyə? Belə deyək, siz proqramın özüsüz. Sizə nə lazımdır ki, bütün məhsulların cəmini biləsiniz? Aha, o hardadır? Ay sağ ol, array ehtiyacı var. Ki, buna array gəlir. Şah, narahat olmayın. Bu, bax, ciddi deyirəm, bir dəfədir. Bir dəfə özünüz sərbəst yazırsınız. Ondan sonra çox rahat olun. Gedəcək, narahat olmayın inşallah. Yaxşı olacaq. Olmayacaq. Zaten sən əzbərləyəcəm, bir dənə şey fərqli deyəcəm. Gərək bütün hamısı dəyişsin. Okey. Uşaqlar, deməli, arrayim gəlir. Bu array'ə const total deyirəm. Bu const total necə işləyəcək? Bura gələn array'in, Rüfət, bura gələn array'in reduce metodunu işlədirik. Yadınızda bunun eynisini taskda eləmişdiniz. Bəli. Olacaq. Bir dənə funksiya başlanğıc dəyər. Ehtiyac yoxdur. Search eləyə bilərsiniz ki, JS function for calculate total. Ya hətta sizin üçün eləyim. Niye onu orada gedib total 0 vermədik? Sonra totalı biz plus bərabərdir. Data nöqtə price vurulsun, data nöqtə count eləmədik. Müəllim, onda mən fikirləşdim. Sonra da fora salın. Hə? Sonra da forun içində eləyim bunu. Bilmirəm da nəyin içində eləyirsiniz, bunu eləyirdi. Allah biçə bax. Eyni şeydir, sadəcə array metodu olaraq. Okey. Uşaqlar, sakit. Sakit. Ya bitirim, sonra nə sualınız var, nə modifikasiyamız var eləyərik. Neyse. Okey uşaqlar, özüm yazıram. Çıxmadı, amma search eləsəz çıxar ya bu. Çünki populyar bir şeydir. Total price. O engin çıxmırdı. Ay məcbur. Geçəndə yemək qalmadı çıxdı. Okey, heç nə olmaz, bir gün az qalarsınız. Onsuz da şübhəm 5-ci gündür. Mən dostlarım düşürəm. Okey. Uşaqlar, burada ilkin dəyər olur. Köhnə, previous və initial. Previous üstə gəlsin nə? Initial count'u vurulsun nə?
Ay sağ ol. Bax indi maraqlı sual. Bəli. Bu initial.count. Bu datanın bizdə API-mizdə onsuz da count var. Bayaqdan burada əsər keçir. API-də count yoxdur. Yaxşı, yaxşı. Bu onun countudur. Initial.price. API-dəki price deyil. O sağını API-dən oxuyursa, get solunu API-dən oxuyur. Ayda da Okey, Məryəm, sən danışmaq qadağandır. Sakit dur qulaq as. Mən başa düşmədiyim şeyi niyə məizah edirsiniz yaxşı? Mən başa düşmədiyim sizə sual verirəm də. Ay, eləyəcəm də gözlə. Şeyi qutarım sonra. Okey, uşaqlar, danladı. Sizə bir şey deyim. Yəni, həqiqətən... Okey, uşaqlar. Total qiymətin hesablanması nədir? Bura. Generate total. Gəlir, nə vaxt işləməlidir? Hər əddə. Gəlirəm hər əddə. Bir dənə bunu işlədirəm ki, görək, həqiqətən hesablayırım, hə? Buttonun on klikində. Basket array-ni göndərirəm. Ki, görək nə verir. Gəlir, 0 verir, 15 verir. Düzgün hesablamır. Gərək biraz hesablamağı artıraq. Hələ ki, buranı yazmamışıq deyən, bura normaldır. Generate total. Hə, push eləməzdən qabaq işləyir deyə. Bu formada olur. Ardından verək. 109-u verdi uşaqlar. Ardından cəmləyərək davam edir. Hə, deməli bu hesablayır. İndi mənə lazımdır ki, UI-ı da güncəlləsin. Seçirəm bu H kimi. Və H2-ni bu generate total text contentinə yazır. Gedirəm ki, yazmadı, loka verək ki, görək niyə yazmır. Adını eyni qoyduğum üçün yazmır. Total element deyək. Bir dənə S-dən ayırsan, sonra nətər ayıracaq? Total element. Hə. Bu misal üçün 22 bunun üzərinə gəldi. Buradan üzərinə gəldi. 55 deyək. Hə. Bunu indi rəqəmlərinə görə idarə eləmək ki, hə. Azatsın, açsın, countunu. O, axırda eləyəcəm mən, düzdür, amma axırda. Bir dənə qalıb ki, bəs bunlarda da işləməlidir. İşləyə biləcəyi hər yerdə bunu yazıram. Bax, hər hissəni də parçalara böldüyüm üçün daha, belə deyək, təzədən eyni şeyi başqa yerlərə kopyalamıram. Bilirəm ki, hə, işləmirsə bura işləmir, işləyirsə bura işləyir. Generate totala ehtiyacım var. Yenə hər əlavədən sonra və hər deletedən sonra belə baxanda hamısını. Bəs basket hərdir. Azaldanda niyə tez başladı? Azaldanda azalmalı deyil. Ümumi hesab. Azalma. Okey, bir dənə göstərəcəm. Azalanda da azalmalıdır da. Siz onu yazdınız. Biz onu deyirəm də, bax, functionlara bölsəz hər şeyi, bir şey yazan kimi hər şey zaten alınacaq. Bir də bəlkə functiona baxın. Bayaqki functionda bir dənə indiyənə kimi yazdığımız, keçən dəfəki şey var. Aha. Total. Hansı ki bu süd taskı var idi, ha. Orada yazdığımızdır. Süd taskını ümumi cavab hesablayırdınız, ha. Aha. Biraz böldüm. Yəni bu funksiya sadəcə cəm qaytarandır. Başqa heç nəyə yox.
Bitdi. Yox hələ. Lokal storage. Bunlar ki, hər şey işləyir. Tufixed qalır. Total və tufixed-nə əlavə eləyək. Okey. Hə, indi mənim bir dənə lokal storage-im qaldı. Lokal storage dediyimiz şey nədir? Yaddaşda varsa, yaddaşdakını yaz, yoxdursa yazma. Bu dəqiqə eləmək olduğum tək şey, zaten bütün məntiqim hansı array-in üzərində işləyir? Eynən, basket array. Basket array-nin lokal storage-də sadə. Əgər lokal storage-də nəsə varsa, basket array-indəki o olsun. Yoxdursa, basket array boş olsun. Bitdi. Lokal storage bu qədər. Və lokal storage-də nəsə varsa hər halda ona uyğun generasiya olsun. Gedirəm. Yazıram ki, bəs lokal storage-də nə vaxt yazılmalıdır? Hər basket array dəyişəndə. Yəni hər button klikində demək olar bu funksiya yazılmalıdır. Gedib deyirəm ki, function bir dənə də burada yazmayayım. Function'dır bu. Harda istəyirəm yaza bilərəm, amma belə function'da aşağıda deyə hamısını aşağıdan da yazıram. Ardıcıl olsun deyə. Function bəs add local storage. Bunu əslində funksiona çıxartmasam bunlar zaten çox bir şey qazandırmayacaq. Yəni bir sətr qabağa salar, salmaz, olsa çox yerli istifadə edəcək. Gedib deyirəm ki, bəs push eləyirsən basketə 10 klikdə. Eləyəndən sonra yaxşı işin. Gedirsən bunu yazırsan, həm də local storage. JSON eynən. Stringify. Basket array. Bu kodu hər belə deyək, nə vaxt ki basketdə bir dəyişiklik olur, orada yazılmalıdır. Gedək görək həqiqətən də bu dəyişikliyi etdirmi? Siləndə əslində şey gözümlər deyəm, yoxlamalı deyil. Zaten silə bilmək funksiyasının işləməsi üçün o basketdə gəlməlidir o. Yəni o təzədən klik oluna bilməz olmadığı müddətcə. Gəlirəm birincisini əlavə edirəm. İkincisini əlavə edirəm. Birincinin sayını dəyişirəm. Görək qəşəng gəlsin. Gördünüz mənim birinci sayt 4 dənə verir. Bunun count 4 dənə, count 5 dənə. Diqqət edilsə, heç özümü öldürmədim. Ha ki, local storage isə bunu yazım eləyim. Yox, bir dənə. Onsuz da bütün işimi o basket array görür. Həmişə də elə eləyim. İşinizi array görsün. Onun local storage yazılması nə vaxt lazımdır ondan sonra. Nə vaxt dəyişir, yazsan local storage. Nə vaxt dəyişir, yazsan local storage. Orada qalacaq, bəli. Hal-hazırda ikinci məhsuldan 7 dənə var. Refresh edirəm, UI-da qalmır, amma yaddaşımda qalır. Hə. Indi gedirəm onu yazma. Onda da heç nə. Bir dənə funksiyanı təzədən çağıracam başlanğıcda. Bitdi. Ki, basket array yadınızda dark mode, light mode necə yazırdıq? Eynisini burada eləyəcəm. Əgər local storage basketdə nəsə varsa JSON parse
Buna gəlin. İndi basket əriyi nədirsə odur. Yəni belə deyək, nəsə data varsa odur, yoxdursa boş əriyi. Local storage-də nəsə var? Bu basket əriyində də var. Yoxdur, boş əriyi. Və başlayan kimi create basket kart var idi. Daha doğrusu hansı ki yazmışdıq, generate basket. Bir dənə bunu çağırırıq əvvəldə. Bitdi getdi. Local storage-nə bir yerdə hazırdır. Amma baxın, nəyim işləmir? Functional yazmışam deyə nə edə bilərəm? Bir dənə generate total çağıraram. Basket əriyini ötürərəm, bitdi. Ki, bu da işləsin. Refreshlədir. İndi bunu başqa səhifə üçün də yazın bir dənə. Eyni şeyin üzərində gedəcəm. Nəzər başa səhvəsin. Yəni, eyni səhifədə deyil də, basket başqa səhifədə olsun. Mənim yazacaq sizə desmişdim başa düşün. Rekordda var da, onsuz da rekorddan baxarsan da. Bu işdə sən şahmazlar mükəmməl olar. Buna acıdıqdır, siz çəkir. Ana müəllim də bunu Sakit. Okey, yaxşı. Okey. Uşaqlar, yaxşı, bir dənə söz olaraq deyirəm sizə. Uşaqlar, bax, burada nə varsa, digər tərəfdə də. Local storage zaten eynisi var da, düzdür? Bir dənə refresh ata bilərsiniz ona. Okey. Uşaqlar, eynisini getirib, digər, yəni başqa səhifədə yazılması da eyni məntiqdir. Yəni, prosto gedib başqa yerdə yazılır. Bax, gəlirəm bir dənə bura, basket HTML yazıram. Eynisini, UI-ni kopyalayıram. Title-a qədər. Basket səhifəsi də bunu eləyir də, düzdür? Bəli. Yox, bu asandır, onsuz da digəri hazır deyə. Basketə basanda basket səhifəsinə getməlidir. Basket səhifəsində hər halda şeyə ehtiyac yoxdur, digər Bunu eləyə bilərik, tek-tek basket səhifəsi öz onu necə edirsən? Yəni, eləyəndən sonra Windows Location href-ilə göndərərsən ora. Bir dənə bunu bitirim uşaqlar. Nəyə ehtiyacım var? Onları götürürəm. Total falan. Yox, çünki burada əlavə olunma söhbəti yoxdur. Sadəcə basketlər lazımdır. Yəni, create basket kart lazımdır. Generate basket lazımdır. Generate total lazımdır. Generate UI lazımım deyil. Bir dənə bunları götürürəm. Əvvəldə bu hissəni eləməliyəm. Zaten eləmişəm. Hazırdır. Bu da digər səhifədə basket. Siz götürək, yaxşı. Abalaz, yanınıza da öldü. Okey, basket konteyneri bir dənə götürürəm. Burada artıq error çıxdı deyə bunu eləyə bilərəm. Display-ilə eləyərəm. Mən buraya qədər gedirəm. Qoyuruz, qabarmasın. Flexi vardı, onunla eləyir. İndi uşaqlar, yəni, mən bundan alayım. Okey, neysə. Yəni, bunu da display-ilə eləyərik, gedər. Gedir artıq, ancaq basket səhifəsində dəyişir. Amma əgər belə yazırıqsa uşaqlar basketi, əsasən basketin qabağında bir dənə yumru qoyuruq, basketin lensini yazırıq ora. Ki, basketdə neçə dənə məhsul var. 5 dənə, 6 dənə, o da elə basketin lensini verir deyə. Sonra verə bilərəm. Yox, count-un yox. Count kimi basketin lensini verə bilərsən. Polis sən gəzərsən, bütün kontları duyar. Ki, hər dəyişiklikdə, misal üçün, burada basketim olsun H4. Buna gelib deyərik ki,
H4-ə bəs hər dəyişiklikdə, yəni hər kredit kartın ədində hər klikində bəs əgər uğurlusansa H4-ün inner text contenti basket array'nin length'idir. İşləmir. Text contentinə. Niyə yoxlayım? Zaten dataya sahibəm də. Link metod değil. H4'ü seçmişəm. Ha, basketdə nəsə vardı ya, bunları silim. Basket tərtəmiz olsun. 1, 2, 3, 4. Refreshdə də bunu bir dənə funksiyaya çıxardıb bir dəfə işlətmək olar ki, yəni ilk dəfədə də yoxlayıb işlətsin. Bəli. Okeydir. Yazarsınız, ikisini də yazarsınız, şeydir. Basket proyekti bir karmaşıqlıdır. Okey. Uşaqlar e-commerce yazanlar da elədir. Bir də nə bilər? Okey. Bir şey deyim mi? Evet, proyekt basitse. Aha. Onu basketle yazmalıyız. Yəni sizdən asılıdır əslində, yəni əlavə edə bilərsiniz. Birinci günə qədər basketsiz yazaq, birinci gündən sonra basketin taskını verir. Şey, yox, basket və ya wishlist-i sonra inteqrasiya eləyərsiniz. Hə, daha sonra. Elə daha şey olar. Necə? Necə?